Salam uşaqlar. İndi sizinlə səhifə 31 və 32-ci səhifələrdə olan məsələlərdən sizə kömək eləyəcəyəm. Siz də abunə olub bəyənməyi yaddan çıxarmayın uşaqlar. Səhifə 31-ə baxaq. 31-də olan iki məsələdən mən sizə kömək eləyəcəyəm uşaqlar. Burada bir məsələ də var. Bu məsələ artıq olunub. Ona görə mən İkinci və üçüncü məsələlərdən, bu iki məsələdən sizə kömək eləyəcəyəm. Bu cədvəli çəkmişəm. Bizim, deməli, əvvəldən bir neçə dərsdə mən sizə demişdim ki, sizin dərsliyinizdə sizə məsələ həllərinin növləri var, üsulları var. 8 dənə üsul barədə sizə məlumat vermişdim. Bugün biz iki üsulda hər videoda, bu axırıncı iki videoda hərəsində iki üsul olmaqla öyrətmişdim. Bugün isə 4-cü və 5-ci üsul haqqında danışacağam. 4-cü üsul məntiqi əsaslandırmaqla məsələ həlli. Deməli, məsələ sizə biraz istiqamət verəcək. Qalanı özünüz məntiqlə, fikirləşməklə, yəni tapacaqsınız. Digər üsulumuz isə məlumatları təhlil etməklə məsələ həlli. Bu da bir məntiqi yanaşmadır, uşaqlar. Deməli, buna baxırıq, bu üsula. Məntiqi üsuldur. Belə bir sxem verilib, cədvəl verilib. Amma cədvəl çəkməklə deyil, bu. Bu, crossword kimi bir cədvəldir. Deyir, burada 1-dən 4-ə qədər olan rəqəmləri boş xanalara, bax, boş xanalara. Boş rənglər göy rəngdədir, boş xanalar. Elə yazın ki, belə toplayanda da eyni olmasın. Belə də toplayanda yox, belə toplayanda da cəm eyni olsun. Yəni ki, üfüqi, şaquli istiqamətdə də eyni olsun. Və yaxud da sətir, sütun. Eyni rəqəmlər düşməsin, cəm eyni olsun. Hətta belə toplayanda da cəm eyni olsun. Fərqli, bax, 1, 3, 4, 2. Eyni bir ədəddən, rəqəmdən 2 dənə yoxdur. Həmçinin 3 ilə 4 var. Bunların da birinə 1, birinə 2 yazmalıyıq. Necə yazacaq? Necə yazmalıyıq? Onu mən sizə öyrədəcəyəm. Əgər belə bir şey qabağınıza çıxarsa, belə eləyirsiniz. Bunun daha çətin forması barədə sonda deyəcəyəm. Baxırsınız, ən çox sətir üzrə burada yazılıb, sütun üzrə də belə yazılıb. Bunda var, məsələn, bu sətirdə var 1 dənə, bu sütunda da 1 dənə. Bu sətirdə 2 dənə, bu sütunda da 2 dənə, burada da 2 dənə. Ən çox bunlardan istifadə edirəm. Baxaq, 1, 2, 3 var. Hansı yoxdur? 4. Bura 4 yazacağım. Mən onu karandaşla yazım, ora 4'ü. Siz biləsiniz ki, bax, buraya yazıram 4. Niyə 4 yazdım? Çünki 4 yox idi. 1, 2, 3, 4. İndi bura baxıram. 1, 2, 3 var. Yenə 4 yoxdur. 4'ü yazdım bura. Keçirəm, bax, bu sətirə. Bu sətirdə mən nə etməliyəm? 3 ilə 4 var. Hansı yoxdur? 1 ilə 2. Bəli, yazım da bura 1, bu da 2. Düz oldu mu? Uşaqlar, düz olmadı. Baxın, mən bura 1 yazdım. Burada 2 yazdım. Düz olmadı. Bax, birlər, ikisi bir sıraya 2 dənə 1 düşdü, bir sıraya 2 dənə 2 düşdü. Onda yerini dəyişdirirəm. Bura 2 yazıram. Bura 1 yazıram. İndi artıq düz oldu. 2, 1, 4, hansı yoxdur burada? 3. Sonra 1, 2, 4 var. 3 yoxdur. 3'ü buraya yazdım. 1, 4, 3 var. Burada olmayan 2'dir. 4, 3, 2, 1 yoxdur. Bir də bax, bu qaydadır. Deməyim o idi ki, başdan hansı sətirdə, hansı sütunda çox rəqəmlər var, oradan başlayın. Və ola bilər ki,
bomboş verilsin. Bax belə bir heç rəqəmlər yazılmamış verilsin. Siz özünüz düzəsiz. Biraz çətinlik çəksəniz də düzə bilərsiniz onu. Çətin deyil. Bax mən bunu burada dəftərdə bir daha göstərim. 1, 2, 3 var. Buraya yazıram 4. Təkrar deyə bu təzə bir şəkil deyil. Kitabda göstərdiyimin təkrarıdır. 1, 2, 3 boş yerə yazıram 4. Buraya yazacağım. 1'in altına 1 yox. Bu sırada nə çatmır? 1 ilə 2. 1'i buraya yazmıram. Çünki 2 dənə 1 alt-alta düşər. Buraya 2 yazıram. Buraya isə 1 yazıram. 2, 1, 4, 3. 3 yox idi. Sonra 4, 3, 2. 1 yoxdur. İndi çox olan bunlardan buna baxaq indi. 4, 3, 1. 2, 1, 2, 4. Bu da olsun 3. Belə. Boş. Bu məsələ 3'ə keçirəm. Bunu deməli ki, siz məsələni belə saxlayıram. Rəqəmlər eyni olmasın. Hər bir sətir və sütunda rəqəmlər eyni olmamaq şərti ilə biz bunu düzdük. Məsələ 2'yə baxırıq indi. Bir boş qablar var burada. 5 litrlik və 3 litrlik. Məsələni kitabdan oxuyuram. Deyir, bu 8 litrlik qazan süd ilə doludur. Tutumları 5 litr və 3 litr olan qablar isə boşdular. Necə eləmək lazımdır ki, bizə 6 litr südü əldə etmək üçün nə etmək lazımdır ki? 8 litrdən 6 litri necə götürək? Bax, belə siz də yəqin ki, indi mənlə bir yerdə fikirləşirsiniz. İndi mən deyəcəyəm, siz də öz fikirlərinizin doğru olub olmadığını mənim sözümdən sonra bilərsiniz ki, bunun bir yolu var. Bu 8 litrlik süddən qabımız boş olduğundan boşaldıram bu qaba. 5 litr töktüm bura. Burada qaldı 3 litr. 8'dən 5'e çıxdıq. Bunu doldurduq. Qaldı 3 litr qazanda. Sonra 3 litr də lazımdır ki, bizə 6 olsun. 6 litr ancaq bu qazanda saxlaya bilərik. Bu 6 litr tutmaz. Bu da 6 litr tutmaz. Onda bu 5 litrlik süddən 3 litri boşaldırıq buna. Deməli, bizim 2 qabda 3 litrlik südümüz var. 3 litr bu qazanda süd qalmışdı. 3 litri də buna töktük buradan. Deməli, ayrı-ayrılıqda 2 dənə 3 litr var. Tezədən, yenidən biz bu 3 litr südü qaytarıb bu qazana töksək, 6 litr südü bu qazanda əldə eləyə bilərik. Bu yolla, başqa bir yolu yoxdur bunun. İnşallah. Şimdi mən bunu bu dəftərdə necə yazım? Boş qablardan 5 litrlik və 3 litrlərin qabın köməyi ilə 5 litr südü necə əldə etmək olar? Cavab. Əvvəlcə, yəqin ki, görürsünüz siz də. Əvvəlcə 5 litrlik qabı doldurub sonra 3 litr necə yazaq ki, aydın olsun, həm də yerimiz burada az qalıb. Əvvəlcə 5 litrlik qabı doldurub, sonra oradan, yəni 5 litrdən oradan 3 litrlik qabı doldururuq. 3 litrlik qabı doldururuq ya doldururam. Yaxud da qaba boşaldıram. 3 litrlik qaba ancaq 3 litr boşalda bilərik də. 3 litrlik qaba boşaldıram.
boşaldıb onu da qazana boşaldıram. 3 litrlik qabı, yəni onu da qazana tökürəm. Qazana tök yazaq, yəqin ki bilərsiniz, tök. Bax bu qaydada mən burada yazdım ki, əvvəlcə 5 litrlik qabı doldururam, doldurub, sonra oradan da 3 litrlik qaba boşaldıb, onu da qazana tök. Qazanda qalan 3 litrin üstünə. Yəni, bax bu proseslə biz 6 litrlik südü əldə edə bilərik. Digər məsələ həlli, bu da məntiqdir. Məlumatları təhlil etməklə məsələ həlli. Alıcı 11 manat satıcıya pul ödəyib. Şəkildəkilərdən 3'ünü alıb. Şəkilə baxaq, indi hansıdır? 11 manat. Deməli, qoy kitabdan oxuyun bunu. Alıcı 20 manat verib, 9 manat geri qaytarıb satıcı ona. Yəni, mən birbaşa yazmışam dəftərdə ki, 11 manat ödəyib. Baxın, alıcı marketdən, şəkildəki mallardan 3'ünü alıb. Burada 5 dənə var. 3'ünü alıb buradan. Bir dənə 20 manat verib satıcıya. Satıcı da ona 9 manat qaytarıb. Deməli, onda alıcı nə qədər ödəyib satıcıya? 11 manat. Mən elə birbaşa onu yazmışam ki, alıcı satıcıya 11 manat ödəyib, şəkildəkilərdən 3'ünü aldı. O hansı 3 ərzağı aldı? Hansı 3 ərzağı alıb? Bax, ona baxaq, şəkildən baxaq. Ki, 11 manat olsun. 11 manat düzəltmək olar burada. Məsələn, 2 ilə 3, 5 manat. Bu da 5 manat. 10 manat. 3 dənə ərzağı seçdik. Un, süd, çay. 10 manat oldu. Bir dənə də bunu götürsək 11 manat. Amma biz 4 ərzaq seçdik bu dəfə. Mən özüm səhv göstərməklə düzə gəlirəm uşaqlar. Amma bizə 3 ərzaq lazımdır. 11 manat eləsin cəmi. Unla şəkər olacaq, deməli 4 manat, bu da 5 manat. 9 manat. Unla şəkər 9 manat. 2 manat da bunu götürsək çayı 11 manat. Deməli, alıcı hansı ərzaqları aldı? 11 manata çay, şəkər, un. 3 dənə ərzaq yazıram bura. O hansı 3 ərzaq aldı? Sizinlə təhlil edib tapdıq ki, cavab çay, şəkər və un. Böyük hərflə yazdım, amma kiçik olsa yaxşı olar. Bu şını da kiçiklə yazarsınız. Şəkər və un. Həyətdə olan qoyun və quzuların, qoyun və toyuqların, quzu yox, toyuqların, uşaqlar, 5 dənə baş var, 14 ayağı olduğu məlumdur. Neçə toyuq var, neçə qoyun var? Burada çox heyvan yoxdur. Cəmi 14 ayaq var, 5 dənə də baş. Yəni ki, 5 dənə heyvan var burada. Toyuqla qoyun cəmi 5 dənədir. Belə götürürəm. Bir dənə toyuq var. Onda 5 başdırsa, bu başların sayıdır. 4 dənə qoyun götürək. Bir toyuğun var 2 ayağı. 4 qoyunun var 16 ayağı. Bu elədir 18. Deməli, bu düz deyil. Bir toyuq, toyuq 1, qoyun 4, bu 16, bu da 2, 18 eləyər. Bunları toplasaq 18 eləyər. Deməli, bizə lazımdır 14. Bu dəfə qoyunun sayını azaldaq, toyuqların sayını artıraq, 5 baş olsun.
toyuq. Bu bir məntiqdir uşaqlar. Bu məlumatları təhlil etməklə, fikirləşə-fikirləşə, məsələdə heç nə verilməyib, ciddi bir düşüncə sizdən tələb olunur. Toyuqların sayını elədik 2 dənə, qoyunların sayını elədim 3 dənə. Onda 2 toyuğum var, 4 ayağı. 3 qoyunun isə 12 ayağı. 4, 12, 16 toplayanda eləyər 16. Bizdə deyir ki, amma 14 olmalıdır. Bu da düz olmadı. Bu da düz olmadı uşaqlar. Bunu da çox oldu. 14 olmalıdır. Yenə davam eləyirəm. Toyuqların sayını yenə artırıram. Toyuqlar olsun 3. Qoyunlar olsun 2. Cəmi 5 dənə baş olsun da. 3 dənə toyuğun başı, 2 dənə də qoyunun başı. İndi ayaqlarını sayaq. 3 toyuğun 6 ayağı var. 2 qoyunun 8 ayağı var. Bunları toplasaq eləyər neçə? 14. Deməli bu imiş cavab. Bax bu yuxarıdakılar səhvdir. Eynən bax bunu da mən bax bunu fikirləşə-fikirləşə, məlumatları təhlil etməklə. Burada bizə verilən məlumatlar nədir? Özümüzdən məlumat bilirik ki, toyuğun 2 ayağı var, qoyunun 4 ayağı var. Bunu bizə məsələdə verməyə ehtiyac yoxdur. İndi bunu mən burada yazıram ki, həyətdə neçə toyuq, neçə qoyun var. Toyuğu tapdıq ki, 3 dənə, qoyun 2 dənə. Ayaqlarının sayı olacaq. 3 toyuğun var 6 ayağı, 2 qoyunun, Q hərfi yazmışam, qoyun deməkdir. Yalıtı toyuq deməkdir. 2 qoyunun da 8 ayağı. Bunları da cəmləsək, yəni bu 2 dənə heyvanın ayaqlarının sayı, biz adətən öyrəşmişik toyuqlara quş deməyə. Hər halda mən burada heyvan deyirəm ikisinə də. İkisinin cəmi 14'dür. Məsələmizdə də verilmişdi ki, toyuq və qoyunların başlarının sayı 5, ayaqlarının sayı 14'dür. Biz onu tapdıq. Cavab. Cavabda nə aldıq? Cavab nə var? 3 toyuq, 2 qoyun var. Deməli, həyətdə bax bu heyvanlar var. Məsələ 3. Məsələ 3'də 32. Bu bunun ardıdır. Bəli. Aynurun karandaşları Səbinənin karandaşlarından 2 dənə çoxdur. Səbinə bir karandaş Aynura verdi. Aynurun deməli karandaşlarının sayı Səbinənin karandaşlarının sayından ikisini deməli ki 2 dənə çoxdur. Birinin olsun 5, birinin olsun 3. Aynurun karandaşları 3 dəfə çox oldu. Səbinənin. Deməli mən bunu harda eləyim ki? Mən burada da yer az saxladım. Başqa bir kağızda mən bunu sizin üçün eləyim. Görək, o kağızı əvvəlcə götürmək lazımdır. Bəli, burada. Bu məsələ deməli səhifə 3, səhifə 32, məsələ 3. Burada eləyəcəyəm ardını. Səbinənin, Aynurun karandaşları Səbinənin karandaşlarından 2 dənə çoxdur. Aynur A hərfi yazıram. Götürürəm 5 dənə karandaşı. Səbinənin S. Bütün adları da yazmaq olar. 2 dənə çoxdursa bunda olacaq 3 dənə. Səbinə daha bir karandaş. Səbinə 3 dənə karandaşdan daha birini də Aynura verir. Aynurun bu dəfə olur 5 üstə gəl 1.
bərabərdir 6 karandaşı. Səbinənin isə 3-dən 1-ni götürdü, verdi Aynura. 3 çıx 1 bərabərdir 2 karandaşı. Səbinənin oldu 2 karandaşı, Aynurun oldu 6 karandaşı. Deməli, uşaqlar, məsələnin şərtində də deyilir ki, Aynurun karandaşlarının sayı 3 dəfə çoxdur. Doğrudan da 6 böl 2 bərabərdir 3. Soruşur ki, əvvəldən Aynurun və Səbinənin neçə karandaşı var? Hazırda bu dəqiqə deməli ki, sonu soruşur, əvvəli yox. Cavabları yazandan sonra, bunları yazandan sonra yazırsınız ki, cavab, qoy bunu qırmızına yazım, cavab. Aynurun 6, virgül, Səbinənin 2 karandaşı var. Səbinənin, uçqa da artıq yazmaq istəmir, 2 karandaşı var. Cavabımız budur, uşaqlar. İndi keçək biz hərfə tam hissə modeli. Biz burada neçə məsələ elədik? Bəlkə bu 1, 2, 3 də burada. Bəli, bu haqda bu 3-cü məsələni də elədik. Bura qədər onu digər videoda yazarıq. Bir də axırda bunlarla videomuzu tamamlayıram uşaqlar ki, cavab Aynurun 6, Səbinənin 2 karandaşı var. Uzun uzadı bir video olmasın. Qalanları digər bir videoda çəkərəm. Siz isə bəyənib abunə olmağı unutmayın.